Bir çox ölkələrdə banklar müştərilərin kartlarda saxladığı maaşa görə əlavə faiz və ya bonus ödənişi təqdim edir. Bu təcrübə həm əmanətçiləri stimullaşdırır, həm də bank sektorunda rəqabəti gücləndirir. Belə bir addım həm vətəndaşların maliyyə imkanlarını artırar, həm də bankların xidmət keyfiyyətini yüksəldə bilər. Bəs ölkəmizdə bu təcrübə gerçəkləşə bilərmi? Oxu24.com məlumat verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Big.az-a açıqlama verib. Onun sözlərinə görə, ölkəmizdə maaşlar o qədər yüksək deyil ki, onun kartda saxlanılması bankın hansısa bir marağına səbəb olsun. Ekspert qeyd edib ki, hesabdakı qalığa görə ayın sonunda müəyyən dərəcədə dividend banklarda var. Düzdür, çox cüzidir, ancaq var. Yəni bizdə problem maaşların az olmasıdır ki, insanlar maaş az olduğuna görə nəqdləşdirməyə daha çox üstünlük verirlər. Əsasən də kiçik maaş alanlar. Başqa məsələ isə ondan ibarətdir ki, bizdə hər yerdə kartla ödəniş etmək də mümkün deyil axı. Məsələn, məhəllədə meyvə-tərəvəz satan dükanlar var. Onlarda kartla ödəniş etmək demək olar ki, mümkün deyil. Və yaxud da kiçik köşklərdə də kartla ödəniş etmək demək olar ki, mümkün deyil. Yəni, bizim insanların hələ də nəqd pula yanaşması Avropadan fərqlidir. Amma dediyim ki, ən böyük məsələ maaş azlığıdır. Yəni, maaş azdır deyə bankın da marağı yoxdur ki, həmin o az məbləğ daim hesabda qalsın. Çünki məbləğ hesabda onsuz da qalmır. Vətəndaş gedib ödəniş edir. Bunun banka nə təsiri ola bilər? Amma dövlət üçün xeyirlidir ki, nağdsız ödənişlərdə vergidən yayınmanın qarşısı alınır. Ancaq böyük məbləğlər olanda bankın xeyri olur ki, böyük məbləği saxlayıb özü müəyyən faiz ödəsin.